Son gələn məlumatları bir də xəritə üzərində diqqətinizə çatdıracağıq. Ardıcıl olaraq dediyimiz kimi qərb nəşrləri məlumatlar tirajlayırlar. Məlumatlara əsasən artıq əsas hədəf Kurskun geri qaytarılmasıdır. Ukrayna tərəfi, daha doğrusu Rusiya tərəfi istəyir ki, masa qurulacaqsa, atəşkəs razılaşdırılacaqsa, həmin masada ərazi mübadiləsi həyata keçirilməsin. Kurskun mübadiləsini nəzərdən keçirmək istəmir. Bunu da təksib ediblər. Və məhz o masa qurulana qədər isə Kursku geri qaytarmağa çalışırlar. Və Britaniya nəşrinin yaydığı məlumata inansaq, 300 kvadrat kilometr ərazi Ukraynanın nəzarətindədir deyə məlumatda vurğulanır. TASS yaydı bugün səhər saatlarındakı Ukrayna komandanlığı Aydar silahlı birləşmələrini Kurskdakı istiqamətə yerləşdirib, meşə sahəsindən Sucadakı qarnizonu üçün təchizat qurmağı planlaşdırır və xüsusi təyinatları bir sözdən cəlb edib hazırda Ukrayna meydanda. Telegraf nəşri isə əvvəlcə məlumat paylaşdı ki, Rusiya cəbhə xəttini yarıb iki istiqamətdən əsas təchizat xətti ilə irəlilədikdən sonra Ukraynanın Kurskda sürətlə ərazi itirməsinə gətirib çıxarıb və eyni zamanda vurğulanır ki, 10 min əskəri də mühasirəyə düşmə riski ilə üzləşib. Ukraynada daha çox itki verməmək üçün qoşunlarını Kurskdan çıxarmağı planlaşdırır deyə məlumatda vurğulanır. Onu da diqqətinizə çatdırım ki, hazırda xüsusən də yaşıl istiqaməti görürsünüz, dairə var. Xüsusən də hərbi əməliyyatların daha sıx olduğu nöqtə Sucadan şimalda olan ərazidir və həmin istiqamət daha çox qalı döyüşlərə ev sahibliyi edir desək yerinə düşər. Xüsusən də Rusiya tərəfinin planı ondan ibarətdir ki, Sucaya daşınan hərbi texnika təchizatın yolu dayandırılsın və bunun nəticəsində mühasirəyə alınmış olunsun. Və bir daha diqqətinizə çatdıraq, Britaniya nəşrinin, Britaniya daha doğrusu Kəşfiyyat Xidmətinin yaydığı bəyanatda vurğulanır ki, artıq Ukrayna tərəfi mühasirəyə alınıb deyə vurğulanır. Bundan əvvəl elə Britaniya nəşri 10 min əskərlərin, Ukrayna əskərinin bloka mühasirəyə alınacağına dair informasiyalar vermişlər. Hətta xüsusən də meydanda Rusiya tərəfinin yeni dronlardan istifadə etməsi Ukraynanın işini bir qədər də çətinləşdirir deyə fikirlər səsləndirirdilər. Amma bugün bu mənzərədə Ukraynanın bir qədər uğursuz olmasını həm də Birləşmiş Ştatların kəşfiyyat məlumatlarını ötürməməsi ilə əlaqələndirirlər.